May ayında 100-dən çox marketinq vakansiyasını analiz elədin. Nəticə səndə nə təəssürat yaratdı? Təəccübləndirdi ya gözləndiyin nəticə ilə qarşılaşdın? Ümumiyyətlə, aprel və may ayında vakansiya saytlarına verilən bütün marketinq vakansiyalarını təhlil edəndə biz görürük ki, ortalama vakansiyaların marketinq sahəsi üzrə 8% rəqəmsal marketinq, 33% isə sosial media marketinq üzrədir. İndi orada dərəcələr üzrə kiçik, böyük və yaxud aparıcı olaraq fərqləndirilmir. Yəni totalda baxdıqda bu gün bazarda ehtiyac olunan marketinqin sadəcə 41% sosial media və rəqəmsal marketinqin payına düşür. Geri qalan 59% marketinqin digər sahələri üzərindədir. Amma gəl gör ki, bazardakı, sosial mediadakı trendlərə, miflərə, insanların danışıqlarına baxdıqda isə sanki bazarı 80% rəqəmsal marketinq tutur. Digər marketinq sahələri sadəcə 20%-dir. Bu bir mifdir. Bu bəzi şirkətlərin, bəzi təlimçilərin yaratdığı bir illüziyadır. Mən də istəyirəm ki, bu illüziyadan gənclər çıxsın və marketinqin digər sahələrini görsünlər. Hətta qlobal statistikada görsənən odur ki, Azərbaycanla qlobal bazarın müqayisəsində yeganə vakansiya tələbində uyğunsuzluq sadəcə sosial media və rəqəmsal marketinqdir ki, qlobal bazarda tələb düşür, amma Azərbaycanda tələb artır. Bu isə çox absurddur.